qatından kəllə vuraydık yerə, məsələn. Yerdə kafellərin küsünü sındırıydıq. Sonra digər o bir iştirakçılar kimi sinəmizdə, başımızda nə qədər ad var, ad-zad var, hamısı çırpıydıq ayaq altına. Onda hörmətimiz olacaq. Yerdə 2 dənə kafeli sındırıb tikə-tikə eləməyi bacarmalısan. Evdəkiləri zadı, yaxını, nəsli kökü orada qoymalısan müzakirəyə, hamısını pisləməlisən. ATV-dən çıxanda da bir də görəsən ki, əmi dayı durub qapının ağzında ki, bura gəl, bizi pisləyirdir, bunu eləməlisən. Belə. Hamının arxasıyla danışmalısan. Sual verilmədi, dayın nətər adamdır, əmi, ay pis, nə bilirsən onun haqqında, bütün sirləri aç. Heç nə. Tak qoydun dayını bağaca. Getdi. Tap əmi də getdi. Vəssalam. Əminin evində nə qədər sirri var, dayının evində nəyi var, nəyi yox. Gün orta saat abedə neçədə gəlir o kimi. Vəssalam. Əmiyə zəng gəldi, əmini götürdülər. Belə olmalısan. Mən də o eləyə bilmərəm axı. Eləyə bilmərəm. Və yaxud da ki, sual veriləndə ki, qaynanan nətər adamdır, deməlisən, qaynana, nə, belə olmalısan. Deməməlisən, xoşbəxtəm. Xoşbəxt dedin, eşşəyin öldü, qardaş, nalı qızıldan. Öldü eşşəyin. Var olasan, Amirovsa, ən pis xəbərləri ora gətirməlisən ki, gecə bir-birimizi qırırdıq. Sən özüm ölüm deməlisən ki, mən gecə çöldə yatmışam, davadan. Skamekada yatdım mən, belə deməlisən. Doğrudan? Niyə Pərviz bugün skamekada yatıb? Çox acıyırıq bu balaca Pərvizin acı fəryadı haqqında danışacağıq bu günləri. Studiyamız göz yaşlarına boğuldu. Pərviz niyə bu günlər şeydə yatdı, skamekada yatdı? Göz yaşlarına sahib çıxa bilməyən studiyamız. Şok. Reklamlardan sonra Pərvizin skamekada üstünə nə örtməyib bu barədə məlumat toplayacağıq. Bu. Onun acı fəryadı hamını göz yaşlarına qərq elədi. Mahnını verən kimi. O birisilə arxada oturanda öz dərdini ağlayır axı. Elə bilirsən sən ağlayır o. O keçmişdə başına gələnləri ağlayır arxada oturan. Salfetkalar düşdüşə. Pərviz oturub mikrofon əlində. Bu. Haqq, nahaq boşanmalısan da, konkret budur vəziyyət. Boşanmalısan. Boşan. Özün özdürlüyünə denən ki, mən boşanmağa gəlmişəm. Onda köməklik olmayacaqsa. Belə, amma day boq gəlib deyəsən ki, biz hər şey qaydasında deyək, gündə ət yeməkləri yerik, özüm ölüm kabab yeməkdən yorulmuşuq, ay. Sən öl yeyib içməkdən bu da bura yığılmışıq, seyvanı rədd eləyən səssizə, Allaha and olsun deyirəm, yağlı duzlu yeməkdən bura yığılmışıq, ağa, xoşbəxtçilikdəki biton. Bizdə hər şey yaxşıdır. Sizə hər şey yaxşıdır, zəhmət olmasa xəstələrin yanına. Uzağı 2 günə sizi paketləyib göndəririk evə. Sizə hər şey yaxşıdır, neyin ki sizi? Bəs mənim problemim? Bəs mən? Narahat olmayın, bu problemi bizə özümüz çağıracaq, həll eləyəcək, qorxma. Burada yox, ölməmişik ki. Həll eləyəcək. Qorxma. Qorxma, momenti var, özümüz səni saxlayacaq. Əlaqə saxlayacaq, utanmırsan, zarın hesabına tanınmışsan. Yalansa sənin başına daş düşsün özün boyda. Mən o hesaba tanınmışamsa. Hansı tanınmaqdan danışırsan, hansı şeydən danışırsan, dastigeniyadan danışırsan. Altıma qalenvageni alıb qoymuşam tanınmaqla, sən elə Yaxşı, Ülvi xəbər eləyərəm, Zaharın hesabına tanınmışam. Təzəlicən gel götdüm bir dənə, sürürəm. Tanınmışam,
Başva daş düşsün. Qoca, Allah bilir hansı kaftardır. Taytuşların baş ağacı 3 dəfə kraskalanıb sən, gəlib burada mənə məsləhət verirsən. Get yat da, almısan 200 manatlıq telefonu, oturmuşsan TikTokda. Kaftarın biri kaftar. Utanmırsan. Sən özün utan ki, gəlib oturub bu canlıya baxırsan. Qarmartım da tutub lap əsəbiyəm, başım Quran haqqı bacardığım qədər hörmətlə səndən danışıram. Utanmırsan deyir. Yuxudan durub, gözü bilən ki, heç bilmir söhbət nədir. Qısıtlama da gətirdin canlıya. Gedəcək spama. Gəlib burada mənə məsləhət verir. Dəqiqə sönəcək canlı. Mən burada nədən danışıram, bu nədən danışır. Tanmazın biri tanmaz. Tanınmısan. Müğənniyəm, gündə toylara gedirəm, tanınmaq nəyə deyirsən sən ümumiyyətcə? Tanınmısan. Mat pul yoxdur, buradan küçüyə çıxasan, deyir tanınmısan. Bir nəfər var idi burada, nətərsən xanım? Bağla sonra, sən o bu dəqiqə sönəcək canlı, bilirəm də. Qıslama verdici. Pərvizin acı fəryadı haqqında danışdıq burada, o verdi. Skameykada yatan. Eşşək yemişi. Eşşək yemişin indi mən hardan tapım? Evdə güvərtini gücünə tapırıq ki, bu hansıdır seçim eləyə bilirəm ki, bunun güvərti var, yoxdur. Eşşək yemişin və bu dəqiqə hardan tapım, yaxşı. Pərvizin acı fəryadı. Studiyamızı göz yaşına boğan Pərviz reklamlardan sonra danışacaq. Onun göz yaşları studiyamızı qəhərə boğdu. Skameykanın temperaturu nətər olmuşdu Pərviz? Bir dənə məlumat verir. Heç, pola istilik qoşdurmuşdum gecə. Narahat olmuyor, yaxşı yatmışam. Yaxşı idi, vəziyyətim yaxşı idi orada. Üstünüzü örtən oldu, yoxsa yox? Gecə saat hansı radələrdə sən yatmışsan Pərviz skameykada? Nə üstə davon düşdü? Dava saldım da, özüm qəssən saldım ki, qoy, mən burada yaxşı baxasız. Niyə arva? Deyən, can deyəm dəqiqə. Bu uşaqdır, nədir? Sənin vicdanı var. Aton səssiz. Arxa fonda da ağlamalis gibi musiqi. Balaca Pərvizin acı fəryadı. Onun göz yaşları studiyamızı qəhərə boğdu. Arxada başlandı. Bir dəfə nəsə, özümü nəsə narahat hiss eləməyə başladım. Oturmuşam qabaqda, amma arxamda görən fışa-fışı. Biri burnunu çəkir, birin gözünü sülür. Düşündüm, dolaq bu nədir? Bura mağardı, bura hüzürdü, buradan nə olub kişi? O biri sarfetkanı tulladı aşağı, nə bilim, aləm qaçışıb bir-birinə kişi. Bura haradır, mən hara gəlmişəm kişi, bura nədir? Düşündüm bilənçini, billəmə xəyər öz dərdini ağlayır, heç kim o yetim ağlayan yoxdur, o əlində mikrofon olana. Uy, bulet. Neydi Allah? Mənim də qəddar vaxtlarımdır, ağlama, nəft, kədərlənmək nədir, içimdə, ürəyim şeydəndir, alüminiumdan. O qanım bütün qanından qaradır, əsəbi vaxt, ev problemi həll olunmur, digər problemlər həll olunmur. İt kimi oturmuşam, qaşım bu belənçini oturmuşam ki. Keşiş edmir axı, boş-boş otururam burada. Risk oradan ağlama, musiqi qoşuldu, vəssalam. Cümə axşamı
qohumlardan bir nəfər var idi. Hansı hüzürə gedirdi, ağlayırdı. Mən çox alqışlayırdım onu, deyirdim ki, halal olsun sənə. Yəni, hansı hüzürə gedirik, məclis sonra sən ağla, göz yaşlara sahib çıxamırsan. Amma Bozbaşıda iki kasa yeyirdi, yəni o çıxan enerjini elə ödəyirdi. Günlərin bir günü dedi, bura gəldim, qadın xeyli. Dedi, mən öz dərdim ağlayıram, ay qoyun. Dedim, nə danışsan sən? Dedi, mən o qədər dəliyəm ki, hara? Deyir, mən ora çatan kimi, cəmaata ağlaşmanı görən kimi, sırazı mənim özümünkilər yadıma düşür. Öz problemlərim yadıma düşür. Nə ölü, nə filan kəs, nə skameyka, nə?